Kursumuzun iş strategiyasının qənaətbəxşliyinin bir çox səbəbləri var. Bugün mən onlardan biri barədə danışmaq istəyirəm. Mərkəzimizdə keçirdiyimiz sınaq imtahanının nəticələri obyektivdir. Çünki dərsləri biz keçirik, amma imtahan suallarını bizim müəllimlər hazırlamır. İmtahanları Güvən nəşriyyatından təmin edirik. Bildiyiniz kimi bu nəşriyyatın suallarının keyfiyyəti standartlara uyğunluğu ilə ölkədə tanınır. Şagirdlərimizin sınaq imtahanlarından topladığı orta balın ali məktəbə qəbul imtahan balı ilə üst-üstə düşməsi də bunun bir göstəricisidir. Məsələn, Vaqif Abdullayev kurs sınaq imtahanları üzrə orta balı 650 bal, ali məktəbə qəbul balı 661,4 bal. Nərmin Talıbova 645 bal, ali məktəbə qəbul balı 661,2 bal. Muraz Cəbrailov 600 bal, ali məktəbə qəbul balı 610,9 bal. Mehdi Əzizli 573 bal, ali məktəbə qəbul balı isə 594,8 bal olmuşdur.